Salam dostlar, hoş gəlmişsiniz kanalımıza. İzzət, istəyirəm ki danışım ilk olaraq Montenegrodakı təsərrüfatlarımızda bir Azərbaycanlı kimi. Səncə Montenegroya bir Azərbaycanlının gəlməyinin səbəbi nədir? Pul. Niyə gəlməlidir, bura gəlməlidir, ümumiyyətlə, dəyir mi bura? Euro. Qazancın evro olmağıdır deyirsən. Əlbəttə ki. Bir tək səbəb oldu sənin üçün, sən bura gəlməliydin. Gəzmək. Çok kısa cevaplar verirsən. Gəzmək, konkret. Yəni, vaxt almırsan. O da gözəl bir şey. Mesela bax, bu ora bura. Xalit də zəng edir, mən o saxlayıyorum. Deməli, bura gəlməz səbəbin sənin deməli pul və gəzmən əsas belə deyil. Əlbəttə ki. Hər bir Azərbaycanlının olduğu kimi də. Ümumiyyətlə, burada məsələn, sənin soruşmaq istədiyim ilk olaraq, yəni Azərbaycanlı olaraq da bizim mentalitimizdə biraz qonaqpərvərlik və s. istiqamlıq daha yüksəkdir. Bunlarda necə gördün o istiqamlığı və s. Azərbaycanda bir söz var ki, dəymə mənə, dəyməyim sənə. Bax, burada da odur. Deyir, dəymə mənə, dəyməyim sənə. Azərbaycandakı qonaqpərvərliklə buranı müqayisə eləmək olar, ümumiyyətlə? Yox, müqayisə eləmək olmaz. Balkan qonaqpərvəri ilə dünyada məşhurdur. Yəni, müqayisə necə eləmək olmaz? Salam, sağ oldu. Yəni, kimsə səni evinə dəvət eləməz. Buranın yeməkləri necə sənin üçün necə? Yeməkləri bizim ölkəyə baxanda heç nədir. Yəni belə deyə bilərəm. Yəni maksimum yeyə biləcəkləri şey dönərdir, pizzadır, sonra toyuq qanadidir, kartuşka fridir. Sonra heç şey yoxdur da demək olar ki. Bəlkə biz hələ kəşf eləməmiş ola bilər. Ümumiyyətlə bizim kəşf eləməmiş hələ. Yəni kəşf eləyə biləcəyimiz nədir? Mənə o çox maraqlıdır. Evdə nə pişirirlər də biz onu bilmirik də, bizim çöldən. Pekarın baxımından pis deyil, mən deyərdim sana. Yəni pekarları pis deyil. Börəkləri, şirniyyatları zadı yaxşıdır. Yəni Türkiyənin təsiri olub, Osmanlı'nın təsiri olduğuna görə, İtalyan təsiri olduğuna görə pis deyil o barədə. Yəni yeməkləri, börəkləri zadı o barədə, fırın yeməkləri baxımından. Yəni ac qalmırsan ən azından çöldə. Yox, ac qalmağa ac qalmırıq. Demirəm ac qalırıq. Sadəcə olaraq mətbəx geniş deyil. Hə, bizim mətbəxə baxanda geri qalır ha. Yəni nə mətbəx var bunların? Açılır, tutaq ki, bir restorana gedəndə 2 səhifəlik bir şey menü açılır. Ondan öncəsi yoxdur. Menünün 70%-i kartuşka, pizza, yerdə qalan 30% də içkilər. Ümumiyyətlə Azərbaycan mətbəxi Avropaya baxanda daha belə deyək, daha genişdir. Bu barədə biz inşallah belə deyək, vaxtımız gətirib Azərbaycan yeməklərinin belə deyək, zənginliyinin əhatəsindəyik də. O barədə düzdür. Mənim burada belə deyək, ilk olaraq təəssüratlarım deyim sizə. Avropaya bənzəməyə çalışan bir yerdir. Bet Avropada mən məsələn Polşada olduğuma görə, Çexiyada olduğuma görə, burada gələndə Serbiya üstündə gəldiyimə görə, oradakı belə deyək də sistemi gördüm. Yolun çəkilmə sistemi olsun, şəhərin tikilməyi olsun, evlərin dizaynı olsun, standartlaşdırılıb da belə deyək. Bu barədə Avropaya bənzəmək istəyirlər. Qaldı ki, milləti əgər Polşada müqayisə eləyəndə daha istiqamlı görürüm. Yəni İtaliyaya yaxınlığı, belə deyək, Türkiyədən köhnə bir yerdə olmaqları və s. isti hava şəraitinə görə, iqlim psixologiyası var, özünə bilirsən. Ona görə biraz daha belə deyək də köməklik zadı göstərirlər yolda, yol vermək baxımında, yol mədəniyyəti bizdən çox üstündür. Azərbaycanda müqayisə edirsə əgər. Ondan sonra hava bu dəqiqə istidir burada da. Dekabr ayının neçəsidir? 14-də bugün. Bakıda qar yağıb məsələn, burada istidir. O barədə üstünlüyü var. Dağlıq, mən məsələn özüm Gürcüstanda olduğuma görə dağlığı sevirəm də, yəni dağlıq meşəlik. O barədə yəni gəlməyə dəyər. Gəzməli yerləri Budva və s. hələ ki gedib tam çıxamamışım. İnşallah gələcəkdə 3-4 gündə, 5 gün önünə işlərimizi yolda qoyub gedərik. Təbiət baxımından qalbağa gözəlliyi yaxşıdır, rahatçılığı yaxşıdır belə deyək. Azərbaycanlılar burada az olsa da belə viza və s. bunun kimi belə deyək kömək edirlər də, viza almaqdır, ondan sonra oturma almaqdır, dokument düzəltməkdir, çox çətin deyil. Pulu varsa burada hər iş görmək olar. Bizim özümüz bu dəqiqə bir də Qulovada işləyirik. Gələcəkdə də inşallah göstərəcəm ki, necədir qazanc, necə eləmək olar, necə gəlmək olar. Gördüyünüz kimi göstərdim də zəhmət burayı da Kiçik İtaliya demək olar da bir növ, hə? Kiçik İtaliya bir növ demək olar. İtaliya APK-da elə bir kiçik. Demək olar, bir növ demək olar. Amma mən sənə belə bir şey deyim ki, burada wow o dərəcədə, yəni wow, misal üçün pulsuz gəldinsə, burada heç eləyə bilməyəcəksən qardaş. Mən bir dənə bir şey bilirəm.
Yəni ən azından cibində minimum heç olmasa bura gələndə məbləğin olmalıdır. Rahat olmasa 1000-1500 euro olmalıdır ki, sən burada rahat nəsə edə bilərsən. Heç 1500 də yox. Belə 350 euro ev tutursan, depozitası var 350-700 elədir. Sonra burada neyə bilərsən? Bəs ev tutma məsələləri necə? Yəni rahatdır sənə görə? Hə, ev tutma məsələləri rahatdır. Amma məsələn Polşa ilə müqayisə eləsəm, ev tutma məsələsi burada çox belə deyək də qəşəngdir. Çünki depozit və sairə, yəni depozitsiz də tapmaq olar hətta ev, yəni ev kiraləməyə güclü dokumentlər istəmir və sairə. Ona görə ev məsələləri pis deyil. Təbiət də ki, yəni təbiət gözəldir yəni. İnsan qocalmır burada. Hə, havası təmizdir, insan qocalmır. Kivi kimi bitirir burada. Kividir, mandalin. Mən biraz belə deyək də təəccübləndim bu barədə. Meyvə sevən olaraq yaxşıdır da belə deyək. Fikir vermirsən, zavodlar yoxdur burada. Yəni zavod yox, zavod şəhəri deyil də bura. Yəni sırf səhv eləmirəmsə burada bir servdən eşitmişdim. Onlar demişdi ki, buranın milləti nə deyir? Hakimiyyətə gələn ilk öncə olaraq deyir, zavod açmayacaqsansa gəl o hakimiyyətə. Park açacaqsansa gəl o hakimiyyətə. Ha, buranın milləti o söz deyir. Öz prezidentlərinə. Yollar bir şey pisdir ki, bəzi belə daxil yollar dardır deyə, prezident sürmək lazımdır, amma sürmək olar. Bu mədəniyyətiniz xoşuna gəldi, bir şoför olaraq belə deyil. Sakit insanlardır. Yəni deyim ki, vav, şey insanlar, yox, sakit insanlardır hamısı. Bizə də nə lazımdır qardaşım? Bizə də lazım sakitçilik, gözəllik. Burada bizim özümüzünki bir-birimizə bir şey eləməsə, hə, bizim özümüzünki bir-birimizə bir şey eləməsə. İndi mən məsələn Suriyadan bir oğlanla danışdım, Novada işləyir. Deyir, qardaş, məni döydülər, içkili insanlar imiş, döyüblər. Tam bilməm, kimdən günahlı nətər olub. Amma belə götürəndə hələ ki bir problem çox qarşılaşmamışam. Özüm normal aparandan sonra elə başa düşürəm ki, dünyanın hər yerində baş çıxarmaq olar da, yəni. Qaldı ki... Abi o maşeniklər olur, hansı ki biz baxırıq da, qruplardan, zatlardan baxırıq. Bax, onlardır bizi pis vəziyyətə salan. Sən, Murat, burada ona görə ki, belə deyək də, Azərbaycan cəmiyyəti tez-tez formalaşır, elə bunu görürəm də. Bir ağsaqqalı böyükləri var, o söhbət yox, amma hələ ki, belə deyək də, hamı tanımır da burada. Balaca bir yerdir də, buradan bura şey, lisədən nədir? Gedirsən, ölkə bitir də, yəni, belə bir yerdir. Hə, o da var. Cəmiyyət təzə formalaşdığına görə, o allatma teması və s. olacaq. Yox, o öz millətimizi niyə alladırsan? Öz millətimiz, yəni özümüzün üçün də elədir. Öz millətdə var da. Hər millətdə var. Eyni dəqiqə bura gələnlər deyir ki, gəlmişəm, məsələn, 500 qəpik düşün. Düzgün deyil də, öz millətini allamısın. İş görək, pulu Allah, biraz baxa ilə söhbət yox, amma məsələ orasında ki, insan anlatır, düzgün deyil. Baxda yeni sənə, baxda yeni sənə. Bu barədə biraz ehtiyatlı olmaqları tövsiyə edirəm, bura gəlmək istəyənlərə. Yaxşı, səndən məsləhət görürsən bura gəlmək istəyənlərə. Murat, ümumiyyətlə xaricə çıxırsansa, belə deyək də qardaşım, dil bilməyini mən belə deyək də, əgər vaxtınız varsa, bura pul düzəldənə qədər bir çoxunuzun vaxtınız gedəcək də, pul olanda o heç gələcək söhbət yox. İngilis dilini bilməyinizi tövsiyə eləyərdim, rus dilini bilməyinizi tövsiyə eləyərdim, hər zaman tövsiyə elədiyim kimi. Buranın məsələn dili, məsələn polyak dilində yazılan çoxdan başa düşürəm deyə, rus dili bilmirəm deyə orta səviyyədə, ingilis dili, heç dili, o da eyni şəkildə. Özümü idarə edə bilirəm də, buranın dili mənim üçün çox da yad deyil. Ona görə də dil, heç olmasa ingilis dilini müəyyən bir səviyyə gətirir ki, biabr olmayın da, yəni nə mənada işimizi görə biləcək səviyyədə də qardaşım, bir dastanqada işləyəsiniz. A2 səviyyəsindən ən azından bildim də qardaşım, işte bu belə deyək də, özünüzü idarə edir. Bu mənim iş məsləhətim. Bir də peşə öyrənə bilsəniz, peşə ilə gəlsəniz daha iyi məsləhətdir. Ona görə ki, peşə, belə deyək də, hər yerdə çörək var. Hansı peşə? Bax, gəldik əsas məsələyə. Billah. Sağ ol. Tək səbir gəl, Allah təkdir. Ümumiyyətlə, Avropada avtomobil sahəsi üzrə yaxşı, belə deyək, bazar olanlar axtarılır, bərbərlik üzrə qazansınız. Alizat, qardaşım, belə deyək də, mən dediyim kimi məsləhət görürəm ki, gəlsinlər də, yəni gəlmək olar. Yəni Azərbaycanda əgər istədiklərini əldə eləyə bilmirsə, insanlar gəlib burada nəsə yeni bir həyata başlaya bilirlər. Əlbəttə ki, hasad olmayacaq, heç bir şey hasad deyil. Burada pul, yəni ki, burada Avropada, Amerikada fərq eləmir, Kanadada, dünyanın heç bir yerində pul
göydən töküldü qardaş. Bir yerdən yığılır, ağacdan qərilmir. Əziyyət çəkməlisən sən orada. Yəni hər cür əziyyətlər görəcəksən. Yer gələcək ac qala bilərsən, yer gələcək evsiz qala bilərsən, nə bilim. Səni aldada bilərlər, hər bir şey ola bilər. Amma bunları nəzərə almalısan ki, sən uğur istəyirsənsə, nəsə bir həyatı dəyişmək istəyirsənsə, bunları gözə almalısan. Yəni qardaşım, bunları gözə ala bilirlərsə izləyicilərim, yəni gəlsinlər. Gəlsinlər və belə deyək də qazansınlar. Heç kəsə qulaq asmasınlar. Ay orada elədir, ay burada belədir qardaş. Özləri görsünlər. Bu antik yeri də gedib dəyək bir də. Bura. Biz bura görə gəlmişik əsasən. Maşını saxlayaq sadəcə bir yerdə. Yəni gəlsinlər qardaş, Allahın adına çəksinlər, Allaha güvənsinlər, gəlsinlər. Belə deyək də, inşallah yaxşı olar. Yəni həyatda risk eləməsən, heç nə əldə eləmək olur, özünə bilirsən də bizə. Əlbəttə ki. Məsləhət görürəm, gələm. Məsələn, aləm var, 300-400 manata, 500 manata, 600 manata işləyir. O adam üçün burada idealdır. Gözəlliyə bax yəni. Həyatı yaşamağa da bacarmaq lazımdır. Qardaşım, sən nəfəri fərqi eləmirsən Dubayda ol, sən Amerikada ol, fərqi eləmirsən gərək siz məşqə də fikir verəsən, sağlam qidalanmağa da fikir verəsən, dilvi də öyrənəsən, peşəvi də öyrənəsən, insanlarla ünsiyyətini də qurasan, başqa işlərlə də məşğul olasan, nə bilim, Bitcoin var bu dəqiqə, nə bilim, başqa internet üzərindən gəlirlər var, onları da bilmək lazımdır. Ancaq gəzmək üçün, bu qazanmaq üçün gəlib görməklərini Azərbaycan xalqına onu tövsiyə edirəm ki, gəlsinlər, görsünlər. İnşallah buradakı bütün Balkanları da yavaş-yavaş gəzib göstərəcəm. Budvadır, ondan sonra Serbiyadır, Arnavutluq dediyimiz yerdir, ondan sonra digər ölkələrdir, yəni Bosniya-Hersegovinadır. Gəzib göstərəcəm ki, bəs nə var, nə yox. Burada buranın bir antik bir yeridir. Gəldik. Buna görə gəldik biz. Şəhərdən şəhər olub deyəsən, bir qalı olub. Şəhərdir. Hava çox gözəldir. Həqiqi çox havası çox gözəldir, çox qəşəngdir. Capitol Temple. The temple complex had rooms from west, east and south side around its atrium. On the north side, the sail of this temple rises. Da deyəsə şey də olub da, ümumiyyətlə sağdan sonra elə bil bunların da ibadət yerləridir. Judging by its Dördüncü əsrdə deməli ortalarında bu tikilibdir. Qəsr tikilib.